tədbir iştirakçılarını salamlayır. Bəli, bugün məndən əvvəl çıxış edən natiqlərimiz əsrin faciəsi olan 20 yanvar haqqında geniş məruzə ilə çıxış etdilər. Mən də öz növbəmdə bizim İşıq qəzetində mənim qələmimin isi olan İşıq qəzetində çap olunmuş 20 yanvar faciəsi ilə bağlı bir məqaləni diqqətinizə çatdırmaq istəyərdim. Çünki zaman keçsə də, nəsillər dəyişsə də bu faciə bizim xalqın yaddaşından çıxan deyil. Belə bir məsəl var. Unutsaq, unudular. Odur ki, əziz tədbir iştirakçıları, əziz qonaqlar, bu məqalə ilə, yeni çapda çıxmış bu məqalə ilə sizi tanışıqlı istəyirəm. Burada məqsəd 20 yanvar faciəsini bir daha xatırlatmaqdır. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi 20 yanvar faciəsindən artıq 36 il ötür. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərinə müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan gənc əhaliyə divan tutdular. Onlar qətliam törətdilər. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmək. Xalqımız qanı bahasına da olsa öz müstəqil dövlətçiliyini əldə edib. 36 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktidir. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb. 841 nəfər qanunsuz olaraq həbs edilib. Nəticədə insan hüquqlarına olan bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqlarının bəyannaməsinin tələbləri kağızcasına pozulub. Bakıda 20 yanvar faciəsindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümumilli lider Heydər Əliyev keçirdiyi mətbuat konferansında bu vəhşiliyi kəskin şəkildə pisləyib. Xalqa qarşı törədilən terror haqqında öz dəyərli qərarını verib. Hələ Sovet imperiyası mövcud olduğu bir dönəmdə ulu öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdir ki, siyasətdə böyük addımları ancaq daha şəxsiyyətlər atır. Vətən yolunda şərəf əsl qeyrət, hünər, şərəf və ləyaqət vərzidir. Ulu öndər Heydər Əliyev 1990-cı il 20 yanvar gecəsi həyətimizə qovuşan şəhidlərimizi layiqincə qiymətləndirib. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizə olunacağını bildirib. Ümumilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi hüquqi qiymət verilir. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-sində günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilir. Şəhidlər ölür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar, deyən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinə sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət mərkəzində saxlayıb. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilən 20 yanvar faciəsi xalqımızın öz suverenliyini bərpa etməsi, suverenlik uğrunda apardığı mübarizənin şərəfli tarixini həyata keçirməsini təmin edib. Hər faciənin ilk dönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsi sayılan Şəhidlər Xiyabanının zirvəsini fəth edir. Necə ki, şəhidliyin zirvəsini fəth edən 20 yanvar faciəsi şəhidlərinin məzarını ziyarət edirlər. Yanvar faciəsində həlak olan xalq qəhrəmanlarıdırlar. Onlar millətimizin qəhrəmanıdırlar. Onların həlak olması, onların şəhid olması bizim üçün, xalqımız üçün böyük iftixardır, böyük itkidir, böyük şərəfdir. Çünki onlar vətən yolunda, vətənin müstəqilliyi yolunda öz şirin canlarından keçmişlər. Qəhrəmanlıq xalqımızın dastanıdır.
qəhrəmanlıq dilimizin əzəl mübtədasıdır. Əsasən də şəhidlərimizin xatirəsinə keçirilən bu kimi tədbirlərin təşkilatçılarına sözümün sonunda demək istəyərdim ki, Allah sizləri qorusun. Necə ki, belə bir təşəbbüsü, belə bir tədbiri həyata keçirsinlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirəm hər birinizə tədbirdə iştirakla və eyni zamanda Şirvan Mərkəzi Kitabxanasının şöbə müdürü İlhamə xanım İmam Bey.